Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd, mən də salamlayıram bütün qardaşları. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah qardaşlarım. Necə bilirik, bütün nemətlər Allahdandır, Subhanahu wa Ta'ala'dan. Allah Teala buyurur ki, öz əzəmətli kitabında وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nemət Allahdandır. İlk öncə mən təşəkkür edirəm Eşəm müəllimə, Allah razı olsun. Allah Teala'nın gözəl, bütün dinini kamilləşdirdiyi ayəsini bizə izah elədi, şərh elədi. Allah Teala bizim müəllimlərimizi, elm əhlini qorusun. Faydalı, xeyirli, bərəkətli, uzun ömür versin. Və sonra dəyərli qardaşlarım, mən də öz növbəmdə həm özümə, həm də qardaşlarıma qısa olaraq əzəmətli bir qəlbi ibadəti xatırlatmaq istəyirəm. Hansı ki, bəzi insanlar günümüzdə onu inkar edirlər və bunu inkar eləməklə də insanları Allahın əzabından, Allahın qəzəbindən arxayınlaşdırırlar. Və o ibadət də Allah qorxusudur, təqvadır. Yəni, təsəvvür edin, insanlar, azmış insanlar elə iddia edirlər ki, Allahdan qorxmaq lazım deyil, Allahın rəhmətinə ümid eləmək lazımdır, bu bəs eləyir. Vallahi, bu böyük bir zəlalətdir. Yəni, o insanlar bilsinlər ki, qiyamət günü aləmlərin Rəbbi olan Allaha cavab verə bilməyəcəklər. Özləri günah daşıyır və kimi ki azdırırlar, onların da günahlarını daşıyacaqlar. Allah Teala buyurur ki, Quran-ı Kərimdə لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَوْزَارِ الَّذ۪ينَ يُضِلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ أَلَا سَاءَ مَا يَزِرُونَ Allah Teala buyurur ki, insanları elimsizcəsinə, nadancasına azdıranlar ki var, öz günahlarını kamil şəkildə daşıyacaqlar. Və azdırdığı insanlar ki var, onların da bəzi günahlarını daşıyacaqlar. Vallahi biz qardaş kimi, böyüklərin evladı kimi, digərlərinin qardaşı kimi xatırladırıq ki, yəni bu həyatı əbədi tutub getməyəcəksən. Öləcəksən, dünyanı dəyişəcəksən, sən yaradan Allahın qarşısına çıxacaqsan, heç kim sənin üçün qiyamət günü günahlarını daşıya bilməyəcək. وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى Allah Teala bildirir ki, heç bir günahkar başqasının günah yükünü daşımayacaq. Möminlərin əmiri Ömər, Allah ona razı olsun, bir gün səhraya çıxır, gəlir görür ki, bir qadındır və görür bir od yanır, gəlir görür ki, bir qadın od qalayıb, üzərinə bir qazan qoyub, bir qab qoyub, qarışdırır, içində su və daşdır. Belə qarışdırır, daşlar da belə bir-birinə dəyir, tak belə. Yaxınlaşır, deyir ki, sizin bu halınız nədir? Və deyir ki, kasıbçılıq və s. Hətta orada bir söz deyir ki, Allahu beynənə və beynə Umar. Allah bizlə Ömərin arasındadır. Yəni, bədduaya yaxın bir söz deyir və bilmir ki, qarşısındakı Ömərdir. Allah ondan razı olsun. Deyir ki, nədir bu halımız? Deyir ki, uşaqlar acdır. Ömər radiyallahu anh gedir Beytulmaldan bir qədər ərzaq götürür, kisəyə doldurur və yanında olan xidmətçisinə, köləsinə deyir ki, at onu mənim çiynimə. O da deyir ki, ey möminlərin əmri, mən ola sən aparacaqsan. Deyir ki, vallahi bir şərtlə sən aparırsan, qiyamət günü günahlarımı da daşıyacaqsansa. Fikir verin. Onlar, o insanlar bilirdilər ki, heç kim Allahın qarşısında gəlib deyə bilməyəcək ki, ya Rab, mənə görə kes onu. Hətta Muhammed sallallahu aleyhi ve sellem öz qızı Fatiməyə nə deyir? Deyir ki, ya Fatimətu binti Muhammedin Səlini min məli məşid la uğriyan kiminallahi şeyə. Ey Muhammedin qızı sallallahu aleyhi ve sellem Fatimə, malından nə istəyirsən götür, amma Allah qatında qiyamət günü sənə heç bir fayda verə bilməyəcəm. Ona görə bilmək lazımdır ki, qiyamət günü əzəmətli bir gündür. Quran-ı Kərimi, Allahın dinini, İslamı düzgün mənbələrdən götürmək lazımdır ki, Allah səndən razı qalsın. Allah Teala kamil eləyib, Allah Teala tamamlayıb, Allah Teala ən gözəl əhkamlarla bizə onu izah eləyib, hökmlərlə çatdırıb bizə. O kimdən gəldi götürmək, necə gəldi götürmək, Allah qorxusu lazım deyil.
Allah'ı yalnız sevmək lazımdır deyənlər sənə xeyir istəmirlər. Vallahi bu xeyir deyil. Bilmək lazım ki, dəyərli qardaşlar, Allah qorxusu deyəndə o demək deyil ki, məsələn, sən evdə evin bir küncünə sıxıl və tir-tir əs, deyən ki, mən Allahdan qorxuram. Təqva bu deyil. Allah qorxusu, təqva, salih sələflərimiz izah verib. Ən qısa izahı budur ki, necə Şeyx Muhammed İbn Salih Əl-Üseymin, Allah ondan razı olsun, deyir ki, təqvanın ən qısa mənası odur ki, Allahın əmirlərini yerinə yetirmək və qadağalarından çəkinmək. Və bu elə təqvadır. Və bunu da insanlara elə göstərirlər ki, sanki biz deyəndə Allahdan qorx, deyir ki, ged evdə çarpayın altında otur, bayra çıxma. Belə deyil. Biz deyirik ki, dilindən, əlindən xeyir əməllər hasil olsun. Salih əməllər elə, itaətlərlə Allaha yaxınlaş, insanlara da, elə onların dediyi kimi heyvanlara da yaxşılıq elə. Lakin Allahın öyrətdiyi kimi. Muhammed sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi çərçivədə necə gəldi deyil. Təqvanı Allah Teala Quran-ı Kərimdə bizə əmr edir. Allah Teala bir çox ayələrdə əmr edir özündən qorxmağı. Yəni sən necə deyə bilərsən ki, Allahdan qorxmaq lazım deyil. Məsələn, biz dünən bir məclisdə idik. Biri deyir ki, Allahdan qorxmaq lazım deyil, Allahın mərhəmətindən qorxmaq lazım. Deyirəm, qardaş, Allahın mərhəmətindən qorxmaq nə deməkdir? Necə yəni Allahın mərhəmətindən qorxmaq lazımdır? Allah Teala özü öz kitabında buyurur ki, Nəbbi ibadi, qullarıma deyil, qullarıma xəbər ver. Hamımız quluq Allah Teala'nın. Kimə deyib? Muhammed sallallahu aleyhi ve sellemə deyir ki, qullarıma xəbər ver. Ənni ənəl qafurur rahim. Mən bağışlayanam və rəhimliyəm. Bu birinci hissəsidir. Bax, buna ümid edirik Allahın bağışlamasına, rəhmətinin, mərhəmətinin genişliyinə ayənin ikinci hissəsində nəzərdə saxlayırıq. Daim. Və ənnə əzəbi huvəl əzəbul əlim. Əzabım da şiddətlidir. Əzabım da ağrı verən əzabdır. Yəni sən Allah bağışlayandır. Nə istəyirsən elə. Bütün əməlləri, nəfsani, şəhvani əməlləri elə. Sonra deyən Allah bağışlayandır. Belə deyirlər. Yəni belə danışan insanlar günahları eləməyi insanlar üçün asanlaşdırır. Fikir versiniz. Nə istəyirsən elə, Allah bağışlayan. Yaxşı, bəs Allah Teala cəhənnəmi kimi üçün hazırlayıb? Allah Teala cəhənnəmdə olan əzabları kimi üçün deyir? İnsanlar üçün deməyir. Allah Teala heyvanlara əzab verməyəcək. İnsanlara verəcək. O şiddətli ayələr, Allah onlarla insanları qorxuzur. Və yuhəzzirukumullahu nəfsə. Ayəyə fikir verin, qardaşlarım. Allah Teala deyir ki, Allah sizi özü ilə qorxuzur. Özündən çəkindirir. Şiddətli əzab verəndir. Buyurur ki, Allah Teala Quran-ı Kərimdə Nisa surəsi 131-ci ayədə وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Biz sizdən əvvəlki kitab verilənlərə də sizə də Allahdan qorxmağı tövsiyə etdik. Fikir versiniz, Allah Teala özü əmr eləyir, tövsiyə edir ki, Allahdan qorxun. Yəni salih əməllər eləyin, Allah şərik qoşmayın. Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasıca gedin. Yəni onun sünnəsi ilə yaşayın. Din onun sünnəsindən götürülür. Din onun yolundan götürülür. Kimsə atasının, babasının, əcdadlarının yolu ilə getsə, bilsin ki, vallahi qəbul olunmayacaq. Baxmayaraq ki, uzun illər onun üzərində yaşayıb ibadət edəcək, amma o İslam sayılmır. Bizim müəllim qeyd elədi. Allah Teala nə deyir? وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا. Kim İslamdan başqa bir din seçsə, onun ardıyca getsə, fələn yuqbələ minhu. Allah onu qəbul eləməyəcək. وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Qəbul olmaması bir yana, qəbul eləməyib, yaxşı bəs bağışlayacaq, yox. Üstəlik cəzalandıracaq. Niyə? Çünki onun dediyi kimi yaşamamısan. Onun dediyi kimi götürməmsən kitabdan və sünnədən. O İslam əzəmətli dindir, vallahi. O ayə ki var, necə qeyd olundu, o ayə bizə fəxri öyrədir. İslamla sevilməyi, İslamla başımızı qaldırmağı, sünnə ilə başımızı qaldırmağı öyrədir. Ondan başqasında izzət axtarsaq, vallahi izzət yox, zillət tapacağıq. Necə möminlərin əmri Ömər, Allah ondan razı olsun, nə deyir? Deyir ki, biz zəlil bir qövm idik. Allah Teala bizə İslamı verdi, onunla bizi izzətləndirdi.
ondan qeyrisində izzət axtarsaq, Allah Teala bizi zəlil eləyər. Ona görə biz hamımız qayıtmalıyıq İslam'a, Allah'tan qorxmalıyıq, Allah'ın kitabından götürməliyik, Allah'ın kitabını əzəmətləşdirməliyik, Allah'ın kitabının içində olan hökmlər, əmirlər və qadağalar, vallahi qardaşlar, iki gözümüzün və qaşımızın arasında olmalıdır. Allah Teala buyurur ki, وَمَنْ يُعَظِّمْ ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ. Bu ona görədir ki, kim Allah'ın şuarlarına hörmət eləsə, onun qədrin, qiymətin bilsə, onu uzatsa, aləmlərin Rəbbi olan Allah'tandır desə, təzim eləsə, Allah özü şahidlik edir ki, onun qəlbinin içində qorxudandır. Qəlbinin içində Allah'ın qorxusu var deyə belə danışır. Amma sən təsəvvür elə, bugün adam deyir ki, həcc eləmək lazım deyil. 1400 ildir və ondan da əvvəl həcc eləyənlər hamısı xəta eləyir. Qurban kəsmək yoxdur, namaz qılmaq olmaz, oruç tutmaq olmaz, zəkat vermək olmaz, öləndə insanı yumaq, kəfənləmək, müsəlmanların qəbristanlığında bastırmaq olmaz. Bu insanın qəlbində hansı təqvadan söhbət gedə bilər? Çünki izzətləndirmir, uzatmır, hörmət eləmir. Ona təqva əzəmətli bir ibadətdir, qardaşlarım. Təqvanın da bir çox xeyirləri var, bir çox faydaları var, dünyada və axirətdə. İstəyirəm onlardan bir neçəsini qısa olaraq, inşallah həm özümə, həm də qardaşlarıma xatırladım. Təqvanın dünyada olan xeyirlərindən biri, dəyərli qardaşlar, insan çətinliyə düşəndə Allah Teala dərhal xilas edir. Allah Teala buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allah'tan qorxsa, Allah ona çıxış yolu açacaq. Yəni çıxış yolu, qardaşlar, dərhal bəzi insanların ağlına gələn, məsələn, maddiyyat olur, ruzu olur. O da var. Lakin tək o deyil. Tək o deyil, vallahi. İnsanın qəlbində olan sıxıntıları Allah Teala elə aradan qaldırır ki, onun özü ən böyük ruzudur. Evlad olmasa, haram yollarla evladı əldə eləməyə getməsən, Allah sənə evlad verməklə səni ruzulandıracaq. Evlənmək üçün özünü səbirli aparsan, gözünü, qulağını, dilini, əzalarını zinadan qorusan, Allah səni evləndirməklə ruzlandıracaq. Kasıb olsan maddiyyatla, ruzudan əziyyət çəksən, haramlara deyil, Allah'tan gələn köməyi gözləsən, vallahi Allah səni ruzlandıracaq. Asanlaşdıracaq Allah. Çünki Allah nə deyir? İnnə va'dallah haqq. Allah'ın vədi haqdır. Elə ola bilməz ki, Allah Teala bir qul ondan qorxsun gizlində, aşkarda, onun razılığını gütsün, Allah ona kömək eləməsin. Belə bir şey ola bilməz. Allah Teala düz deyir, lakin bəzən bizim nəfsimiz bizi aldadır. Həmçinin qardaşlar, təqvanın xeyirlərindən Allah Teala işləri asanlaşdırır. Allah Teala nədir? وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مِنْ əmrihi yusra. Kim Allah'tan qorxsa, Allah onun işlərini asanlaşdıracaq. O çətinlikdən sonra Allah ona asanlıq verəcək. Salih sələflər deyərdilər ki, çətinlik işi var, gedib kərtənkələnin yuvasına girsə, asanlıq gedib onu oradan çıxardacaq. Ne üçün kərtənkələ yuvası deyirlər, qardaşlar? Çünki çox qəliz bir yuvası var. Çox qəliz bir yuvası var, qəliz otaqlar var, qəliz yollar var. Ona görə misal çəkirlər ki, Allah'ın asanlığı, Allah'ın köməyi, Allah'ın yardımı gəlib onu oradan çıxardacaq. Allah nə deyir? Ələ innə nasrallahi qarib. Allah'ın köməyi yaxındır. Haramlarla asanlaşdırma. Allah'ın köməyini gözlə, Allah səni asanlaşdıracaq. Ona görə salih sələflərdən biri Allah'a dua ilə deyərdi ki, Allahümmə a'tini mə urid. Allah'ım səndən nə istəyirəm? Onları mənə ver. Fə illəm tu'tini mə urid. Mən istədiklərimi mənə verməsən, fəsabbirnə alə mə turid. Özün mənə nə verəcəksən? Onları gözləməkdə, səndən gələn köməyi gözləməkdə mən səbir ver. Musa aleyhissalam o iki qadını, o iki qızın heyvanlarını sulayandan sonra, su verəndən sonra kömək eləyib, o çətinliyi onlardan qaldırandan sonra ağacın kölgəsində oturub nə deyir Allah Teala? Deyir ki, ey Rəbbim, sənin köməyinə ehtiyacın var. Sən mənə kömək endirəcəksən. O köməyə ehtiyacın var. Vallahi səbirli olmaq lazımdır. Allah Teala asanlaşdıracaq çətinlikləri.
Həmçinin dəyərli qardaşlar, təqvanın dünyada müsəlmanlara, möminlərə verdiyi xeyirlərdən də biri faydalı elmi öyrənməsidir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə "Vettaqullah", Allahdan qorxun, "və yuallimukumullah", Allah sizi öyrətsin. Elm öyrənmək üçün ən əzəmətli səbəblərdən biri Allahdan qorxmaqdır. Kim Allahdan qorxsa, gizlində və aşkarda qardaşlar. İnsanların içində imanlı, əxlaqlı, ədəbli, təqvalı, mükəmməl mömin kimi olmaq asandır. Əsas gizlindir. Ona görə salih sələflər böyük alimlər idi qardaşlar. Salih sələflər deyəndə əsasən ağla gələn dərhal böyük alimlər olub. Bir-birlərinə yazardılar ki, "Aslihis sarair, aslihallahu zavahir." Məktub yazırdı. "Esselamu aleyküm və rahmetullahi və barakatuh. Filan kəsdən filan kəsə. Sənə nəsihət eləyirəm ki, gizlini düzəlt, aşkarı Allah düzəldəcək." O da eyni məktubu göndərirdi ki, sən də gizlini düzəlt, aşkarı Allah Teala düzəldəcək. Əsas gizlində qalanda Allahla qorxmaqdır qardaşlar. İnsanların içində olanda Allahdan qorxmaq asandır. Həmçinin təqvanın qardaşlarım, dünyada bizə verdiyi xeyirlərdən, faydalardan biri də insanı bəsirətdə eləyir. İnsan haqla batilin arasını ayıra bilir. İnsan hiss edir ki, o qarşısında olan o aldatmaq istəyir. Hiss edir ki, qarşısında danışan haqqı deyil, batılı deyil. Allah Teala nə deyir? "İn tettaqullaha yec'al lekum furqana." Əgər siz Allahdan qorxsaz, Allah sizə furqan. Furqan nədir qardaşlar? Haqqı batildən ayırt edən bir dənə qabiliyyət. Bunlar hamısı böyük bir nemətlərdir. Allahdandır bunlar hamısı. Fikir versən, elə bunların hamısına baxsan, kim Allahdan qorxsa, Allah ona çıxış yollasa, bunlar hamısı Allahdan bir dənə çıxış yoldur. Əvvəlində nədir əsas? İnsan gərək Allahdan qorxsa. Həmçinin təqvanın bizə verdiyi xeyirlərdən də biri qardaşlar, Allahın sevgisini qazandırır. Allah Teala buyurur ki, "İnnallaha", şübhəsiz ki Allah yuhibbul muttaqin, təqvalı olanları. Kim idi təqvalı olanlar? Allahın əmrini yerinə yetirir, qadağasından çəkinənlər. Məsələn, çox insanlar görürsünüz. Deyir ki, mən də Allahı sevirəm, qurban olaram Allah'a. Amma görürsən ki, insan məsələn, namaz qılmır, Ramazan gələndə oruç tutmur, İslamın əhkamlarına fikir vermir. Deyir ki, mən Allah'a qurban olum. Əziz qardaş, əziz həmvətənimiz, Allah'a qurban ibadətlərlə olur. Sən özünü qurban elə Allah'a məsciddə, özünü qurban elə gözlərimi Quran-ı Kərimi oxumaqda, mədəvi qurban elə Allah Teala'ya Ramazan gələndə oruç tutmaqda, ciblərimi, maddiyyatını qurban elə Allah'a, harada? Sədəqələrdə, kasıblara əl tutmaqda. Qurban budur. Biz çox eşidirik böyüklərimizdə nə deyirlər? Deyirlər ki, ağız halva deməklə şirin olmur. Görsən, neynəməlisən? Səbəbləri götürməlisən ki, o şirinliyi dadasan. İmanın da bir şirinliyi var. Vallahi, imanın da bir ləzzəti var. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, "Sələsun mən kunnə fihi, vəcədə bihinnə halavətəl iman." 3 dənə şey var ki, o kimdə olsa, imanın ləzzətini dadacaq. Ondan biri qardaşlarım nədir? Ondan biri Allah və Rasulunu hər kəsdən çox sevməlisən. Qaytaraq məsələn, baxaq. Doğrudan da mənim qəlbim təmizdir deyən, mən Allah'a qurban olum deyən insanlar belə eləyirlər. Yoxsa yox, görsən ki, elə deyil. Allah'a qurban əmirləri yerinə yetirməklə, qadağalardan çəkinməklə, tək ona ibadət eləyib, heç bir şey ona şərik qoşmamaqla olur. Qurban budur. Yəni, həyatını Allah üçün qurban eləyirsən. Həmçinin təqvanın qardaşlar faydaları çoxdur və onlardan ahirətdə bizə verdiyi faydalardan bir neçəsini qeyd eləyək. Günahları bağışlaması Allah Taala'nın. Kim təqvalı olsa, kim Allahdan qorxsa, Allah onun günahlarını bağışlayacaq. Allah Taala buyurur ki, "Və men yettaqillah", kim Allahdan qorxsa, yukaffir anhu seyyiati. Allah onun pisliklərini bağışlayacaq. Seyyiətlər qardaşlar, əsasən kiçik günahlardır. Möminlərin də demək olar ki, əksəriyyəti böyük günahlardan çəkinir. Allah Taala başqa ayda buyurur ki, "İn tectenibu kebaira ma tunhauna anhu, nukaffir ankum seyyiatikum və nudkhilukum mudkhalan kerima." Əgər siz
sizə qadağa olunan böyük günahlardan çəkinsəz, Allah'a şirk qoşmaqdan çəkinsəz, bidətdən çəkinsəz, oğurluqdan çəkinsəz, zinadan çəkinsəz, qumardan çəkinsəz, böhtan atmaq və s. bunlardan çoxdur. Çəkinsəz, Allah kiçiklərin hamısını bağışlayacaq. Allah Teala hamımızı bağışlasın. Allah Teala hamımızı təqvalı qullarından etsin. Təqvanın xeyirləri, faydaları çoxdur. Yəni necə deyirlər, saymaqla bitməz. Allah Teala bizi gizlində, aşkarda təqvalı qullarından etsin. Bütün xeyirlər Allah'tandır. Xətalar hamısı bizim nəfsimizdən və şeytandandır. Eşən müəllimə təşəkkür edirəm ki, bir-iki kəlmə demək üçün bizə də fürsət yarattı. Onun böyüklüyündəndir, bizim də kiçikliyimizdən. Allah razı olsun. Velhamdülillahi Rabbil alemin. Allah razı olsun. Allah razı olsun.